Şuşa rayon mərkəzi xəstəxanası 3 hektardan artıq ərazini əhatə edir. Xəstəxana ümumilikdə 90 çarpaydan ibarət olacaq. Tikinti işləri pilot layihə olaraq digər tibb müəssisələri ilə birlikdə eyni ərazidə kompleks şəkildə həyata keçirilir. Burada reabilitasiya mərkəzi, pediatriya, terapiya, nevrologiya və artologiya şöbələrinin fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Xəstəxana binası 4-ü 4 mərtəbəli, ikisi isə 1 mərtəbəli olmaqla 6 korpusdan ibarətdir. Ərazidə əsas korpusdan əlavə dializ mərkəzi, təcili tibbi yardım binası, infeksiyon xəstəliklər mərkəzi və uşaq poliklinikası tikilib. Bu da gələcəkdə şəhər sakinləri və gələn turistlərin sağlamlıqla bağlı yarana biləcək problemlərin operativ həllinə kömək olacaq. Səhiyyə müəssisəsində artıq tibbi avadanlıqların quraşdırılmasına da başlanılıb. Şuşa rayon mərkəzi xəstəxanasının tikintisi başlayıb 2023-cü ilin yanvarında. Başlayıb sözü nəzərdə tuturam ki, faktiki olaraq biz bura gələndə yanvardaydı, amma tikintisi mayda başlayıb. Ona görə ki, ərazidə söküntü, tikinti işləri çox idi. Bu günə qədər tikintimiz demək olar ki, proses tam 90% həll olunub, ortada qalan bir 5-10% işlər qalıb. Xəstəxananın təcili tibbi yardım stansiyası müasir standartlara cavab verən tibbi avadanlıqlar və kompüter tomoqrafiya aparatları ilə təchiz olunacaq. Reabilitasiya mərkəzində isə turş su və yod bron vannaları, həmçinin digər tibbi xidmət bölmələri yaradılıb. Xəstəxananın unikallığı həm də ondan ibarətdir ki, burada asma və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi üçün duz mağarası yaradılır. Duz mağarasının hazırlanmasında Naxçıvandan gətirilmiş daş duzlardan istifadə olunur. Keçmişdə, yəni Sovet dövrlərində müalicəli kurort sanatoriya yeri olub bura. Bu indiki inşa olunmuş xəstəxanada o funksiyaları qismən də olsa da onları daşıyacaq. Yəni burada nəzərdə tutulur müalicə, kurort sanatoriya üçün ayrılmış koykalar, çarpayılar ki, gəlib burada müalicə ala bilər hər kəs. Artıq əsas binada işlər yekunlaşıb, köməkçi tikililərdə isə son tamamlama işləri görülür. Qarşıdakı aylarda tibb ocağının vətəndaşların ixtiyarına veriləcəyi gözlənilir. Qasım Xuluflu, Sənan Kərimli, İTV Xəbər, Şuşa.